Ramazan getdi, səssizcə, bir dost kimi, bir müəllim kimi. İndi bayramdır, amma ürəyimizdə qəribə bir niskil var. Çünki bilmirik, o etdiyimiz dualar qəbul oldumu? Adımız bağışlananlar siyahısına yazıldımı? Bayram sadəcə sevinç deyil, bayram imtahandan çıxmış bir qəlbin nəticə gözləməsidir. Unutmayaq, Həzrət Əli buyurur, günahsız keçən hər gün bayramdır. Əgər Ramazan səni dəyişdisə, əgər qəlbin biraz yumşaldısa, əgər bir günahı tərk edə bildinsə, bil ki, bu sənin ən böyük bayramındır. Bugün bir könül al, bir küskünü bağışla, bir ananı sevindir, bir yetimin başını sığalla. Çünki bəlkə də bu son bayramımızdır. Uca Allah tuttuğumuz oruçları, etdiyimiz duaları öz dərgahında qəbul etsin. Bizi Ramazanda bağışlanan qullarından etsin. Ya Rab, bu bayram günündə şəhidlərimizə rəhmət et. Qazilərimizə can sağlığı ver. Onların uca məqamlarını daha da ucalt. Şəhidlərimizin əmanəti olan analara, atalara, övladlara və ailələrinə səbir, təsəlli və qəlb rahatlığı bəxş et. Ya Rab, qəlblərimizi imanla, evlərimizi bərəkətlə doldur. Millətimizə birlik, vətənimizə əmin-amanlıq nəsib et. Ramazan bayramınız mübarək olsun.